Alkan siklo alkan bölməsindən ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxırıq. Deməli, bizdə burada ilk sualda verib CH6 və oksigen reaksiya daxil olur. Karbon qazı və su əmələ gəlir. Əmsallaşdırırıq. Deməli, 2 buraya yazsaq, 4, 6, 7 də buraya yazırıq. Və mol CH6, mol oksigen götürüb. Aşağıda öz mollarını yazırıq və bu zaman alınan qazın həcmini soruşur. Reaksiyadan sonra artıq qalan qazın həcmini istəyir və bizə deyir ki, reaksiya zamanı 54 qram su alınmışdı. 54 qram. Burada deməli yazırıq 6 vurulsun 18, o da 108 qram eləyir. Deməli, biz buradan hansı N-dən istifadə edib, yəni etan yoxsa oksigenden hansına istifadə eləməliyik, onu təyin edirik. Onun üçün də nə edirik? Şərtdə verilən miqdarı reaksiyadakı miqdara bölürük. Daha az alınan tam sərf olunandır. Və tam sərf olunandan artıq qalmır, çox olandan isə artıq qalır. Burada da görürük ki, N-i 2-yə bölürük və N-i 7-yə bölürük. N-i 7-yə böləndə daha az elədiyinə görə alınan rəqəm. Deməli, oksigen tam sərf olunur. Etandan isə artıq qalıb və buradan necə tapırıq? Biz oksigen tam sərf olunduğuna görə burada suyun köməyi ilə oksigenin miqdarını tapırıq. 108 qramda 7 mol, 54-də N. Buradan da 54 vurulsun 7 bölünsün 108. 3,5 mol. Deməli, N-imiz nə qədər imiş? 3,5 mol imiş. Və indi biz bu etanı da ilk öncə 3,5 mol götürülüb. Amma görək nə qədər sərf olunub. Buradan da baxırıq ki, 7 mol oksigenlə 2 mol deməli etan reaksiyası daxil olur. 3,5 ilə də buradan 3,5-i 2-yə vurub 7-yə böləndə 1 mol sərf olunub. Amma etanı nə qədər götürmüşdük? 3,5 mol. 1 molü sərf olunubsa, deməli 2,5 mol CH6 artıq qalıb. Bizdən də həcmdən istədiyinə görə buradan 2,5-i vururuq 22,4-ə eləyir 56 litr. Deməli, 56 litr etan qazı artıq qalıb. N-i tapmışdıq. N 3,5 idi. X-i da tapdıq ki, 56 litr. İkinci suala baxırıq. Deməli, burada bizə verib X, Y alkan, 2 alkan var burada bizdə. Qeyri-polar kovalent rabitə sayı AA, bu deməkdir ki, burada karbon sayı bərabərdir bu alkanlarda. Yəni ki, bunlar izomer alkanlardır. İzomer odur ki, karbon sayı eyni olan, lakin quruluşu fərqli olan maddələrdir və X-da ikili karbon var, Y-də yoxdur. İndi biz ümumiyyətlə bu alkanlarda neçə karbon var? Birinci onu təyin eləməliyik və bizə burada şərtdə deyib ki, X-Y molekulunda rabitə yaranmasında 52 elektron iştirak edərsə, ümumiyyətlə alkanlarda rabitə sayına baxaq. Məsələn, özümüzdən bir alkan yazırıq bura. Etanı yazsaq, burada görürük ki, karbon-karbon arasında bir rabitə var. Amma karbon sayı bizdə 2-dir. Ona görə karbon-karbon arasında rabitə N-1, yəni karbon sayından bir vahid azdır. Sonra baxırıq, karbon-hidrogen arasında rabitə 1, 2, 3, 4, 5, 6. Bu da CH6-dır. Yəni, karbon-hidrogen arasında rabitə hidrogenin sayı qədərdir. Bu da hidrogenin sayı bizdə 2N plus 2-dir. Ümumilikdə bizdə 3N plus 1 deməli, rabitə var. Və bizə deyir, rabitə yaranmasında iştirak edən elektron. Və biz bilirik ki, bir rabitəni 2 elektron əmələ gətirir. 3N plus 1 rabitəni biz 2-yə vurub, buradan rabitə yaranmasına iştirak edən elektron sayını tapa bilərik. Amma bundan 2 dənə yazırıq. Nəyə görə? Çünki bizə X, Y molekulunda rabitə, yəni həm X-də, həm Y-də. Üçün yazıb 52-yə bərabər eləsək, deməli, buradan da 12N plus 4 bərabər 52-yə, 12N bərabər 48-ə, N bərabər 4-ə. Deməli, N 4-dür, bizdə karbon sayı 4-ə bərabərdir və bizdən istəyir A-nı. A, qeyri-polar kovalent rabitə sayı. Bayaq dedik ki, qeyri-polar rabitə sayı karbon sayından bir vahid azdır. Əgər karbon sayı 4-dürsə, onda deməli, qeyri-polar kovalent rabitə sayı 3-ə bərabərdir. Və X-in beynəlxalq üsulla adını müəyyən edin. 4 karbon var bizdə, amma ikili karbon olmasın. Deməli, necə yaradarıq? 4 karbonla bu şəkildə yazıb, ikili karbonu olmayan
alkan yaradırıq. Bunu da adlandıranda beynəlxalq nomenklaturaya görə olur 2 metil propan. Məsələn, bu Y-i desəydi, Y-də ikili karbon var. Biz 4 dənə karbonu bu şəkildə yazsaq, burada ikili karbon yaratmış olardıq. Ki, bunlar həqiqətən də gördüyümüz kimi, bayaq dediyim kimi, izomer maddələrdir. Karbon sayı eynidir, amma deməli, quruluşları fərqlidir. Keçdik növbəti suala. Deməli, bizə verib pentanın izomerləri. Pentan C5H12-dir və temperaturu verib. Biz bilirik ki, normal quruluşlu alkanların qaynama temperaturu şaxəli quruluşlu alkanların qaynama temperaturundan daha yüksəkdir. Və bizə deyir, T2 böyük T3 böyüdü T1. Birincisi pentanın izomerlərinə baxaq. Məsələn, 5 karbonu bir bu şəkildə yaza bilərik. H3, H2, H2, H2. Daha sonra izomer yaradanda nə edirik? Baxın, zəncirim 5-dir. Bu zənciri mən 4-ə endirirəm. 4 karbon yaradıram əsas zəncirində. Yerdə qalan bir karbonu gətirib və həmişə, yəni ki, izomeri yaradanda bu şəkildə. Heç vaxt birinci karbonla axırıncı karbonu birləşdirməyin. Onsuz yenə də uzun zəncir alınacaq. İkinci karbonu gətirib birləşdirirəm. Burada bu normal pentandır. Burada deməli H3. Bu adlandırsaq 2 metil butandır. 2 metil butan. Daha sonra bunu məsələn biz bu CH3-ü buraya yazsaq, biz həmişə nömrələməyə hardan başlayırıq? Radikal yaxın. Onda nömrələməyə biz buradan başlasaq 1, 2, 3, 4 yenə 2 metil butan alacaq. Ona görə biz, yəni burada yeni əgər ad eyni olursa, biz artıq oradan izomer yarada bilmirik. Ona görə nə edirik? Artıq karbon sayında, əsas zəncirdə karbon sayını 3-ə indiririk. 3-ə indirəndən sonra bizdə 2 karbon qalır. 2 karbonu da ancaq bu şəkildə yaza bilərik. Bunu da adlandırsaq olur 1, 2, 3, 2, 2 dimetil propan. Yəni, bundan artıq da biz izomer yarada bilmərik. Gördük ki, buradan C5H12-nin 3 izomeri var. Və bizə deyir ki, T2 böyük T3 olarsa, T2 biz dedik ki, normal quruluşlar şaxəlidən qaynama temperaturu daha yüksəkdir. Onda T2 birinci yazdığımızdır və T2 hansıdır? Y. Onda bu bizdə olur Y. Sonra gəlir T3, daha az şaxəsi olan, yəni budur. T3 də bizdə Z-dir. Onda bu da X maddəsidir. Və bizə deyir, X-i səmərəli üsulla adlandırın. X-i qoy burada biraz açıq yazım. X-i bizdən istəyir səmərəli üsulla. Səmərəli üsulla adlandırma zamanı biz ən çox şaxə çıxan karbonu dairəyə alırdıq. Ona birləşən radikalları kiçikdən böyüyə doğru deyib, sonuna metan sözü əlavə edirik. Burada dairəyə aldıq ən çox şaxə çıxanı. Görür ki, 4 dənə metil birləşib. 4 də olur tetra metil, sonuna da metan sözü əlavə edirik. Və bizə deyir, Z-in molekulunda ki, ikinci karbon atomunun oksidləşmə dərəcəsi. Z buradadır, ikinci karbon budur. Burada da hidrogen müsbət 1, onda olacaq, karbon da mənfi 1 oksidləşmə dərəcəsi göstərəcək. Bu da 3-cü sualın cavabı. Keçirik növbəti 4-cü suala. Deməli, propanın tam yanmasından, propanın yanma reaksiyasını yazırıq. Alınan qaz dediyinə görə, burada biz birbaşa bu şəkildə yaza bilərik. Həm vaxtımız getməsin, uzun, yəni ki, əmsalaşdırma. Amma burada karbon sayını düzəltmək lazımdır. Bura 3 mol yazırıq. 11,2 litr propanın tam yanmasından alınan qaz. Görək nə qədər alınır. 11,2 litrə x mol yazaq. Mol daha rahat olduğuna görə asan rəqəm ondan hesablayaq. Litrin altına litr yazıram. Molun altına mol yazıram. 3 mol. Tapıram ki, buradan deməli 11,2 vurulsun 3 bölünsün 22,4. 1,5 mola bərabərdir CO2.
Və deyir, alınan qazı kütləsi 800 qram olan natrium OH məhlulundan buraxdıqda normal duz alınır. Bu 800 qram natrium OH məhlulunun kütləsidir və biz məhlulun kütləsini heç vaxt reaksiyada yaza bilmərik. Reaksiyada sadəcə həll olanın kütləsini yaza bilərik və mən burada CO2 ilə natrium OH reaksiyasını aparırıq. Normal duz alınır, yəni natrium 2CO3 üstə gəlsin H2O əmsallaşdırma aparırıq. Deməli, bizdən nə istəyir? Natrium OH suda məhlulunun faizlə qatılığını. Biz kütlə payı tapmaq üçün kütlə payının faizlə qatılığının düsturu belədir ki, həll olan maddənin kütləsini məhlulun kütləsinə bölüb faizlə ifadə edirik. Bizə burada həll olan məhlulun kütləsi var. Natrium hidroksidi məhlulun kütləsi var. Həll olanı tapmalıyıq. Həll olanı da reaksiyada tapa bilərik CO2-nin köməyi ilə. 1,5 mol CO2-də bilmirəm neçə qram natrium hidroksid reaksiyası daxil olub. Molun altına mol yazırıq, 1 mol. Qramın altına qram yazırıq. Natrium OH-ın emeri 40-dır. 2-ni də 40-a vuranda 80. Buradan da 80-i 1,5-ə vurub 1-ə böləndə eləyir 120 qram. Deməli, həll olanımız 120-dir. Faizlə qatılığı tapsaq, 120 bölünsün 800, vurulsun 100. 120-ni də 8-ə böləndə eləyir 15%. Və bizdən alınan duzun mol sayını istəyir. Alınan duz natrium karbonatdır. Elə CO2-nin köməyi ilə buradan tapa bilərik. 1 moldan 1 mol natrium 2CO3 alınıb. 1,5 mol CO2-dən də 1,5 mol natrium 2CO3 alınacaq. Bu da duzun mol sayı. Növbəti suala keçirik. 5-ci sual. Deməli, burada bizə iki müxtəlif monohalogenli alkan törəməsi verib natriumla reaksiyasından və biz bilirik ki, iki müxtəlif monohalogenli törəmədən 3 alkan alına bilir ki, birinci hərəsi öz arasında birləşir, daha sonra radikallar bir-biri ilə birləşir. İndi biz bu A maddəsinin birinci tapmalıyıq və onun yanmasına alınan suyun mol sayını, ikili karbon atomlarının sayını müəyyən etməliyik. Deməli, burada birinci alınan maddələrə baxırıq ki, hansı maddələr alınıb. 2,3 dimetil butan, deməli yazıram. 2, ümumiyyətlə birinci yazanda həmişə arxadan başlayırıq. Butan, yəni 4 karbon yazıb, 2-3-cü karbonları da metil radikallarını birləşdirdik. Və bunun hansı monohalogenli alkanla alındığını öyrənmək üçün ortadan bunu bölürük və görürük ki, bu hansı radikaldır? İzopropil radikalı. Onda biz bildik ki, radikalımızın biri izopropil radikalıdır. Daha sonra növbəti maddəyə baxırıq. 2,3 dimetil pentan. Pentanda 5 karbon var. 2,3 dimetil dediyinə görə ikinci və üçüncü karbona metil radikalı birləşdiririk. Və biz burada görürsünüz ki, bu ortadan böləndə fərqli deməli radikallar alınır. Bu o deməkdir ki, bu məsələn X radikalı ilə Y radikalının birləşməsindən yaranandır. Yəni burada birləşmə iki cür gedir. X öz arasında birləşir, Y öz arasında birləşir, bir də X ilə Y birləşir. Bu görürük ki, yəni ki, ortadan böləndə əgər sağ-solda radikallar eyni deyilsə, deməli, bu müxtəlif radikallardan yaranıb və biz də bildik ki, radikalımızın biri izopropildir. Onda digər radikalımız da bizim, bu ikili butil radikalı olur, ikili butil radikalı. Və A maddəsi də 2 dənə ikili butil. Artıq biz radikalımızın biri buydu ki, bu öz arasında birləşib 2,3 dimetil butanı əmələ gətirmişdi. Və indi biz bunu birləşdiririk, çünki bu iki müxtəlifin birləşməsi var. İkili butil radikalı ilə ikili butil radikalının birləşməsini yazırıq. Bu şəkildə olur. CH3, CH2, CH. 1 molunun tam yanmasına alınan suyun mol sayı. Baxırıq, burada 8 karbon atomu var. Yəni C8H18 və bunun yanmasından bu şəkildə yaza bilərik. H2O-nun alınması. 18 hidrogen var. Qabağına 9 mol yazırıq. Yəni buradan 9 mol su ayrılır. Və bizdən deyir, A maddəsi molekulunda olan ikili karbon atomların sayı. Bu birlidir. Bu birlidir. Çünki bir karbona birləşib. Bu ikilidir. İkili karbona birləşib. Bu üçlüdür. 3 karbona birləşib. Bu birlidir. Bu deməli üçlüdür. Bu birlidir. Bu ikilidir. Bu da birlidir. 2 dənə ikili karbon atomumuz var. Keçirik növbəti suala. 6-cı sual.
Deməli, bizə deyir, verilən birləşməni yazaq. 1,5 dixlor, 2,4 dimetil heksan. Arxadan başlayırıq yazmağa. Heksan yazırıq, yəni 6 dənə karbon yazırıq. 1,5 dixlor, birinci karbonla 5-ci karbona xlorları, ikinci karbonla 4-cü karbona da metil radikallarını birləşdiririk. Bu şəkildə sinkla qızdırılmasından. Bu zaman deməli sikloalkan alınır. Hardan bildik? Dihalogenli alkanların üzərinə sink və natriumla təsir etməklə sikloalkan alınır. Amma həmin halogenlər bir-birindən ən az 3 karbon aralı olmalıdır və 3 karbon aralı deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni bu şəkildə 3 karbon 1, 2, 3. Yəni arasında 3 yox. 3 karbon, yəni halogenlər 3 karbon aralı 1, 2, 3 ən az bu şəkildə olmalıdır ki, biz oradan sikloalkan ala bilək. Deməli, burada sinklə xlorlar birləşir. İndi biz sikloalkanı qurmalıyıq. Necə qururuq? Görürük ki, xlorun biri 1-ci karbona, biri 5-ci karbona birləşib. Deməli, bizim siklimiz 5 bucaqlıdır, siklopentandır və indi buradakı radikalları yerləşdirmək lazımdır. Biz özümüzdə birinci burada, sonra burada nəzərdə tuturuq ki, bu bizdə birinci karbondur. Birinci karbona, burada da nəzərdə tutaq ki, buradan başlayır. Hələ nömrələmirik, sadəcə nəzərimizdə tuturuq. Burada birinci karbon budur, burada da tutaq ki, birinci karbon budur. Birinci karbona heç nə birləşməyib. 2, bax, siklım buydu da bizim. Siklımız budur. İkinci karbona görsün metil. İkinci dedim ki, bunu qoyaq. Bu 1 idi, 2 bunu götürdüm. Sonra üçüncü karbona heç nə birləşməyib, 3-ə heç nə birləşməyib. 4-ə yenə bir dənə metil birləşib, 4-cü karbon. Bu da olur 5-ci karbon. 5-ci karbona da bir dənə metil birləşib. İndi biz bunu adlandıran zaman, deməli 6-cı sualda adlandıran zaman, bizdən adlandırmaq istəmir. Nə istəyir? Alınan maddə molekulunda üçlü və birli karbon atomların sayını. Deməli, buradakı karbon CH2-dir. Bu ikilidir. Çünki 2 karbon birləşib. Buradakı karbon CH, bu üçlüdür. Üçlü istəyir, bu üçlüdür. Sonra bu karbon birlidir, bu ikilidir. Burada da ikilidir. Bu birlidir. Buradakı karbon üçlüdür. Bu birlidir. Buradakı karbon da yenə üçlüdür. Deməli, 3 dənə üçlü var. Bir burada, bir burada, bir burada. Və 3 dənə də birli var karbon. İndi bunu adlandırsaq, düzü soruşmur bizdən. Amma adlandırmasına da baxaq burada. Deməli, bunu adlandıran zaman radikal daha yaxın yerləşən yerdən nömrələyirik. Təbii ki, buradan 1, 2, 3, 4, 5. Bu da olur 1, 2, 4 trimetil siklopentan. 7-ci suala baxırıq. Deməli, burada bizə X alkanı və Y sikloalkan verib və hibrid orbital sayını N+8 hidrogen atomlarının sayını verib və bunların emir və hidrogen atomları say fərqini istəyir. Ümumiyyətlə, həm alkan, həm sikloalkan doymuş olduğuna görə bunlarda bütün karbon atomları sp3 hibridi vəziyyətindədir. Yəni 4 N qədər hibrid orbital var, həm alkan, həm sikloalkanda və əgər burada hibrid orbitalların sayı arasında fərq 8-dirsə, bu o deməkdir ki, alkanda olan karbon atomların sayı sikloalkandakı karbon atomların sayına 2 vahid azdır. Nəyə görə? Çünki məsələn 2 karbon az olanda, yəni sikloalkanda 2 karbon, 1 karbon sp3-dür. Sp3-də də 4 hibrid orbital var. 2 karbon 8 hibrid orbital deməkdir. Məsələn, tutaq ki, C4H10 yazıram, bir alkan yazıram və 2 vahid karbonu çox olan bir sikloalkan yazıram. Həqiqətən burada, ümumiyyətlə burada 4N-dir, hibrid orbital. 4-ü 4-ə vuranda 16 hibrid buradadır, 24 hibrid buradadır. Deməli, görürük ki, həqiqətən fərq 8-ə bərabərdir burada. Və bunların emirlərinin fərqini istəyir. İstənilən 2, yəni alkan, sikloalkan istədiyinizi yazıb tapa bilərsiniz. Burada fərq 26 qrama bərabərdir emirləri arasında. Hidrogen atomlarının say fərqi də, deməli, 12-dən 10 çıxanda bu da bərabərdir 2. Yəni burada 12 hidrogen atom var, 10 var. 12-dən 10 çıxanda bərabərdir 2-yə. 8-ci suala baxırıq.
Propanın monoxlorlu və dixlorlu törəmələrinin sayını müəyyən edin. Deməli, propan yazırıq. Propan 3 karbon var bizdə. Monoxlorlu, yəni bir xlor olan bu şəkildə yaza bilərik. H2, H2. Məsələn, bu adlandıranda 1, 2, 3 olur. 1 xlor propan. Daha sonra bu şəkildə yaza bilərik. Xloru ikinci karbona gətirərik. CH3, H, H3. Bu olur 2 xlor propan. Daha sonra biz istəsək ki, xloru bura gətirsək və halogen daha yaxın olan yerdən nömrələnirsə, bu yenə 1 xlor propan olacaq, yuxarıdakı alınacaq. Ona görə əgər ad eynidirsə, artıq burada fərqli törəmə yaratmış olmuruq. Deməli, monoxlorlunun 2 törəməsi var. İndi keçirik dixlorlu törəmələrinin sayına. Deməli, baxaq. Dixlor, yəni artıq 2 xlor. 2 xloru biz bu şəkildə yaza bilərik. Məsələn, birinci karbonu 2 dənə birləşdirsək, olacaq 1 dixlor propan. Daha sonra bu şəkildə yaza bilərik. Deməli, ikinci karbonu ikisini də birləşdirərik. H3H. Bu olacaq 2 dixlor propan. Daha sonra üçüncü karbonu birləşdirmək istəsəz, yenə yaxın olan yerdən nömrələnir deyə bu yenə 1 dixlor propan olur. Belə daha yaza bilmərik. Daha sonra bu şəkildə yaza bilərik. Xlorları 1 və 2-ci karbona birləşdirib. Deməli olacaq bunda 2 dixlor propan. Daha sonra halogenləri bu şəkildə yaza bilərik. Onda da olacaq 1,3 dixlor propan. Yəni ki, burada dihalogenli, dixlorlu törəməsi 4-ə bərabər oldu. 1, 2, 3 və 4-ə bərabər oldu. Bu şəkildə. Daha sonra 9-cu suala baxırıq. Deməli, siklopropan və butandan ibarət qaz qarışığının tam yanması zamanı məhsulların kütləsinin zamandan asılı qrafiki vermişdir. Başlanğıc qaz qarışığında siklopropanın qramla kütləsini yanma reaksiyası sərf olunan oksigenin. Deməli, hər ikisinin yanma reaksiyasını yazırıq. Siklopropanın, deməli, C3H6 üstəgəl O2 alınır CO2 plus su. Deməli, burada əmsallaşdırsaq 3. Deməli, oksigen 9 eləyir. Kəsirlə alım oksigen qabanı 4,5 düşür. Amma bunu kəsirdən azad eləmək üçün hər tərəfi 2-yə vururuq. 2-yə vuranda bu 9 olur. Bu 6 olur. Bu da 6 olur. Daha sonra butan C4H10 üstəgəl O2 alınır CO2 və H2O. Karbon sayı 4, oksigen sayı 5. Deməli, 13 burada oksigen var. Bura 6,5 yazırıq. Yenə kəsirdən azad eləmək üçün hər tərəfi 2-yə vurarıq. 2-yə vuranda bu şəkildə deməli yazılır. İndi bizə nə deyir? Və bizə deyir ki, deməli, qrafikdə bizə tam yanması zamanı məhsulların kütləsinin zamanla. Məhsul karbon qazı və sudur. Burada deməli 6 mol, 8 mol, 14 mol karbon qazı alınıb ki, bu deməli 14-ü biz 44-ə vursaq 616 qramdır. 16 molda su alınıb, bu da 288 qramdır. Yəni, deməli, karbon qazının miqdarı daha çoxdur, qramı. Ona görə yuxarıdakı qrafik bu CO2-nin, bu isə H2O-nun qrafikini göstərir. Yəni, mol nə qədər olursa olsun, burada həmişə karbon qazının miqdarı sudan çox olacaq. Amma biz burada tam bilmirik neçə qram, neçə mol götürülüb. Ona görə birinci reaksiyanın hər tərəfini X-a vurarıq. İkinci reaksiyanın hər tərəfini Y-ə vurarıq. Deməli, karbon qazı 154 qramdır. 6X, 6-nı 44-ə vursaq 264, ya da bu şəkildə yazaq. 6X üstəgəl 8Y. Bu karbon qazının deməli 154-dür. Mola çevirmək üçün CO2-nin MR-nə, yəni 44-də bölərəm, eləyir 3,5 mol. Ki, rahat rəqəm almaq üçün. Su 72 qramdır. Su alınıb 6X, buradan da alınıb 10Y. 72-ni də
18-ə böləndə bu da 4 mol su eləyir. Deməli buradan biz birinci reaksiyanın, yəni sistem tənliyi ilə həll etsək, birinci reaksiyanın hər tərəfini mənfiyə vursaq, -6x, -8y, buradan 6x-lar gedir. 2y bərabərdir. 4-dən çıxanda 3/5-i 0/5. Y də bərabərdir. Deməli 0/5-i 2-yə böləndə 0,25. Y 0,25 moldur. X-i tapsaq, məsələn, yuxarıdakı və ya x-indən birini yerinə qoyub tapa bilərik. Deməli, bunu 10-a vuranda 2/5, 4-dən 2/5 çıxıb 6-ya böləndə x də bərabər olur 0,25 mola. İndi bizdən sərf olunan oksigenin mol sayını istəyir. Burada 9x-dir. X-i 0,25 tapmışam. 9-u vuranda 0,25-ə 2,25 bu reaksiyadan alınıb oksigen. Burada da 13y-dir. Y-i də 0,25 tapmışam. 13-ü də 0,25-ə vuranda bu da 3,25 eləyir. Ümumilikdə deməli sərf olunan oksigen mol sayı 5,5 mola bərabərdir. Daha sonra bizdən nə istirdi? Başlanğıc qaz qarışığında siklopropanın qramla kütləsini istirdi. Siklopropanı biz götürmüşdük 2x. X-i tapmışdıq 0,25. 2-ni vururam 0,25-ə eləyir 0,5 mol. Onu da vururam propanın kütləsi deməli 12-3-ə 36, 42 qramdır. O da eləyəcək 21 qram. İlkin qarışıqda da siklopropan 21 qrama bərabərdir. Bu da birinci sualın cavabı. Daha sonra növbəti suala baxırıq. 10-cu sual. Deməli, buxar halında olan alkanın, yəni qaz halında olan alkanın 2 litrinin tam yanmasına 25 litr oksigen sərf olunub. Alkandakı polar kovalent və sp3. Deməli, 2 litrinin yanmasına 25 litr oksigen sərf olunub. Ümumiyyətlə, alkanın ümumi yanma reaksiyasını yazsaq, burada üstəgəl O2 alınır CO2 plus H2O. Bunu əmsallaşdırırsaq, burada N mol karbon var, CO2-nin qarşısına N yazırıq. 2N plus 2 hidrogen var, suyun qarşısına N plus 1 yazırıq ki, 2-yə vuranda eləsin 2N plus 2. Burada 2N, bu da N plus 1. 3N plus 1 oksigen var sağda. Mən də bunun qarşısına 3N plus 1 böl 2 yazıram ki, bu 2-lər ixtisar gedəndə burada da 3N plus 1 oksigen atomu olsun. İndi bizə deyir, 2 litrinin yanmasından 25 litr oksigen alınır. Bunu 22/4-ə vurmadım. Çünki burada da verib, burada da onsuz da ixtisar gedəcəklər. Yəni 2 vur 22/4, 25 vur 22/4 yaza bilərik. Buradan da 1 vurulsun yenə. Yəni burada görürük ki, reaksiyada 1 moluna nə qədər oksigen düşüb? 3N plus 1 böl 2 oksigen düşüb. Buradan həll etsək 3N plus 1 böl 2 vurulsun 2 bərabər 25-ə. 2-lər getdi. 3N bərabər 24-ə. N bərabər 8-ə. Yəni bu alkanda 8 karbon atomu var. Ümumi formulu olur C8H20. Və bizdən nə istəyir? Daha doğrusu C8H18. Yəni CnH2 plus 2 formuluna uyğun olaraq. Polar kovalent rabitə sayı karbon hidrogen arasında olur və təbii ki, hidrogenin sayına bərabər olur. Burada 18 hidrogen var. Deməli, 18 polar kovalent rabitəmiz var. sp3 alkanlarda 4N-dir. Karbon sayda 8 olduğuna görə 4-də 8-ə vuranda 32 ümumi hibrid orbital var.